Salam əziz şagirdlər, OTK-nın 11 dekabr tarixində 9-cu siniflər üçün təşkil etdiyi sınav imtahanının suallarının izahına baxırıq. Xatırlatmaq istəyirəm ki, bizim hər bazar günü təşkil etdiyimiz ödənişsiz sınav imtahanlarından istifadə edərək siz də özünüzü təkmilləşdirə və sınavlarda daha yüksək nəticə əldə edə bilərsiniz. Bunun üçün aşağıda yerləşdiyimiz link vasitəsilə WhatsApp qrupumuza qoşularaq sınavlarımızdan istifadə edə bilərsiniz. Xatırladım ki, sınavlarımız tam ödənişsizdir və əvvəlki illərin buraxılışına düşmüş suallar və ya onlara oxşar suallardan ibarətdir. 31-ci sualdan başlayaq. Deyir ki, olarsa ABC həqiqi ədədlərini müqayisə edin. Biz görürük ki, birinci ifadəmizdə AB kvadratı kiçikdir 0. Demək, bu deməkdir ki, B kvadratı hər bir halda müsbət olacaq. Onda deməli, A'mız mənfidir. Biz burada ABC'ni qeyd edək. A'mız mənfidir. A'mız mənfi BC bərabərdir 0'dır və buradan heç birini təyin edə bilmərik. Baxaq, üçüncü də A kvadratı B müsbətdir. Yəni, B'miz də müsbətdir. Burada B'miz müsbətsə, deməli, C'miz nəymiş? C bərabərdir 0 olacaq. Demək, ən kiçiyimiz A'dır, ondan böyük C'dir, ən böyümüz isə B olacaq. A, C, B. Demək, A, C, B. Cavab olacaq C variantı. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9-a bölməsindən alınan qalığı tapın. Rəqəmləri müxtəlif və ən böyük 3 rəqəmli cüt. 986 olacaq bu ədəd. 9-a bölünməsindən alınan qalığı tapmaq üçün biz ədədin rəqəmləri cəmini də tapa bilərik. 9, 8, 17. 17-nin üstünə 6 gələndə 23 olacaq. 23. 23-ün 9-a bölünməsindən alınan qalıq neçədir? 23-ü 9-a bölsək, 2, 9-un 18. Qalıq qalacaq 5. Cavab olacaq D variantı. Radiusu 8 olan çevrənin uzunluğunu tapın. C bərabərdir 2pi R düsturu ilə tapılır. 2pi vurulsun R'imiz olacaq 8, 16 pi olacaq. Cavab C variantı olacaq. 34-cü sualda ifadəsini sadələşdirin. Əvvəlcə hər birinin kuba yüksəldək. Olacaq A üstü 9, vurulsun A üstü mənfi 3, vurulsun A üstü 4. Bərabərdir. Vurulduğumuza görə üstlərini toplayırıq. Olacaq A üstü 6, A üstü 10. Yəni cavab olacaq B variantı. ABC bərabər tərəfli üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. ABC bərabər tərəfli üçbucağını çəkirik. Demək, A, B və C-miz. BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Hər hansı bir D nöqtəsi qeyd edək və bu üçbucağın AB tərəfi ilə əmələ gətirir. Deməli, bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirin. AD parçası, AD parçamız verilib. Bu üçbucağın deməli 20 dərəcəli bucaq əmələ gətirir AB tərəfi ilə. Parçası BH hündürlüyü isə K nöqtəsində kəsişir. BH hündürlüyündə çəkirik. Deməli, bunlar K nöqtəsində kəsişir və BH hündürlüyü 90 dərəcəli bucağı əmələ gətirir. Bərabər tərəfli üçbucaq olduğu üçün bütün bucaqlar 60 dərəcədir. Eyni zamanda təpə bucağı da 60 dərəcədir və hündürlük, tənbölən, median üçü də eyni düz xəttdə olduğu üçün bərabər tərəfli üçbucaqda hər biri olacaq 30 dərəcə. Bizdən hansını istəyir? A, K, B bucağını istəyir. Deməli, onda olacaq AKB üçbucağında AKB bucaq AKB bərabər olacaq 180 çıxılsın 20 üstəgəl 30. Yəni 180 çıxılsın 50 olacaq 130 dərəcə. Yəni B variantı olacaq. 36-cı sualda 64 x üstü 6 çıxılsın 27 y üstü 3 çıxılsın vurğular ayrılın. Əvvəlcə sadələşdirək. Bunu necə yaza bilərik? 4x kvadratının kubu çıxılsın 3 y-in kubu bərabərdir. Vurğuları ayıraq. Demək 4x kvadrat çıx 3y və birincinin kvadratı, yəni 16x üstü 4 üstəgəl hər ikisinin hasili, yəni 12 x kvadrat y üstəgəl 9y kvadrat olacaq. Demək 9x kvadrat 4x kvadrat minus 3y 16x üstü 4 üstəgəl. Demək A olmaz, B olmayacaq. Ümumiyyətlə üstəgəl olanlar olmayacaq. C-mizi yoxlayaq.
4x kvadrat çıxılsın 3y, 16x üstü 4, 12x kvadrat y və 9y kvadrat. Cavab olacaq C variantı. 37-ci sualda A və B çoxluları üçün A çoxluğu və B çoxluğu verilib. A kəsişmə B-nin elementlərinin sayını tapın. A kəsişmə B-nin elementləri hansılar olacaq? Ümumiyyətlə biz onu qeyd eləyək. Deməli 3 ortaq deyil, 4 ortaq deyil, 5 ortaqdır, 6 ortaqdır, 7 ortaqdır. Deməli 3, 4, 5 olacaq. Deməli sayı N A kəsişmə demək N A kəsişmə B bərabərdir 3 olacaq. Yəni ortaq elementlərin sayı 3 olacaq. 38-ci sualda A-nın hansı müsbət qiymətində kəsirin mənası yoxdur? Kəsirin nə vaxt mənası olmur? Məxrəc sıfıra bərabər olanda. A kvadratı çıxılsın 2A bərabərdir 0. Buradan A-nı mötərizə xaricinə çıxarsa A çıx 2 bərabərdir 0. A bərabərdir 0. A çıx 2 bərabərdir 0. A bərabərdir 2 alınır. Müsbət qiyməti deyirsə 2 qiymətində olacaq. 0 kənar kök olacaq. Demək 39-cu sualda ifadəsində vurğu kök işarəsi altından çıxarın. Biz bunu necə yaza bilərik? Kök altda. Demək A-mız da mənfidir ki, qarşıda 32-nin qarşısında mənfi veriblər. Yazaq. Mənfi 16 vurulsun 2, vurulsun A kvadratı, vurulsun A kimi yazırıq. Bərabərdir. Bax, müsbət 16-dan, mənfi saxlayaq mötərizənin daxilində, müsbət 16-dan elə 4 çıxır. A kvadratından isə A çıxır. Amma A-mız özü buradan təyin elədik ki, A-mız özü A kiçikdir 0. Yəni mənfi olduğu üçün A kubu mənfi olub, qarşısından bir mənfi yazmışıq ki, kökaltı ifadəmiz müsbət olsun. Çünki kökaltı ifadəmiz cüt dərəcədən mənfi olsa, ifadənin rasional həlli olmayacaq. Daha doğrusu, həqiqi həlli olmayacaq. Deməli, A kvadratından mənfi A-mız çıxacaq kök altından, kök altında qalacaq mənfi 2A. Cavab olacaq mənfi 4A, kök altda mənfi 2A. Yəni, cavab olacaq E variantı. 40-cı sualda meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. 10 kiloqram meyvə qurusu almaq üçün nə qədər meyvə götürmək lazımdır? 60%-ni itirirsə 40% qalmış olar. 40% 12 olan ədədi tapmaq üçün 12-ni vururuq 100-ə, bölürük 40-a. Demək, sıfırlar gedir və 3 olacaq 30 kiloqram meyvə qurutmaq lazımdır. 41-ci sualda fərqi 46 olan qonşu bucaqların kiçiyini tapın. Deməli, alfa çıxılsın beta bərabərdir 46. Alfa üstə gəl beta bərabərdir 180. Çünki qonşu bucaqlardır və qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Tərəf-tərəfə toplasaq, alınır 2 alfa bərabərdir 226. Alfa bərabər 113 dərəcə. Kiçiyin istəyirsə 180-dən çıxa 113-ü alınacaq 67 dərəcə. Cavab E variantı. 42-ci sual. Yan tərəfi 5 olan bərabər yanın trapesiyanın oturacaqları 6, 12 varsa bu trapesiyanın hündürlüyünü tapın. Bizə bir trapesiya verilib. Özdəki bərabər yanlı trapesiya. Aha. Demək A, B, C və D nöqtələri qeyd olunub. Yan tərəfi 5. Biz bunun hündürlüklərini çəksək əgər, demək, bu hündürlüklər və deyir ki, yan tərəfi 5. Yan tərəfi 5-dirsə, kiçik oturacaq 6-dırsa, demək, digər tərəfdə 6 olacaq və bu, deyək ki, AK, bu da olsun M. AK-mız da MD-yə bərabər olacaq. Onda 12-dən çıxırıq altına 6 qalır, 3 olacaq. Bu da bizim hündürlüyümüz olsa, h kvadrat plus 3-ün kvadratı bərabərdir 5-in kvadratı. H kvadrat bərabərdir 25-dən 9 çıxırıq 16. H bərabərdir 4 alınır. Yəni cavab B variantı olacaq. 43-cü sualda ifadəsini sadələşdirin. Nə edə bilərik? Deməli, A kvadrat çıxılsın 16-nı yazarıq A çıx 4, A üstə gəl 4, vurulsun 4 plus A 1 kəsir xəttində yazaq. Məxrəcdə A plus 4-ün
kvadratı vurulsun. 8-dən də 2-ni çıxardarıq. Alınacaq necə? 4 çıxılsın A vurulsun 2. 2-ni çıxartdıq mötərizə xaricinə. Bax, A çıxılsın 4, 4 çıxılsın A. A plus 4, 4 plus A. Bunlar elə A plus 4-ün kvadratıdır. A plus 4-ün kvadratından ixtisar gedir. Və biri A çıxılsın 4'dür. Biri 4 çıxılsın A'dır. Bunlar əks dəyərlərdir. Mənfi 1 yazaq. Mənfi 0,5 alınır. Mənfi 0,5 cavab olacaq D variantı. 44-cü sualda ifadəsinin qiymətini hesablayın. Deməli, birinci 9'da 3, üstə gəl 1 tam 9'da 3, üstə gəl 2 tam 9'da 3. Bu da olacaq 3 tam 9'da 9. Bu da neçə deməkdir? 4 tam deməkdir. Yəni B variantı. Fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Deyək ki, K M çıx N bərabərdir K. Bax, fərq yəni K. Fərq azalandan A vahid kiçikdir. Azalandan A vahid kiçikdir. Deməli, çıxılan neçədir? Çıxılan elə A'dır. Yəni, çıxılan olacaq A. A çıxıb ki, A qədər az olub da fərq azalandan. 46-cı sualda tənliklər sistemindən x çıxılsın y-i tapın. Burada biz toplama üsulundan istifadə edirik. Birinci tənliyimizi 3'ə vuraq, ikinci tənliyimizi 2'ə vuraq. Alınacaq 9x plus 9x minus 6y bərabərdir 36. İkinci tənliyimiz 4x plus 6x bərabərdir mənfi 10. Tərəf-tərəfə toplasaq 13x bərabərdir 26. X bərabər neçə alınır? 2 alınır. X bərabərdir 2'dir. Gəl bu birinci tənlikdə yerinə yazaq. 3 vurulsun 2, çıxılsın 2y bərabərdir 12. 2y bərabərdir 6 eləyəcək. 6'dan 12'ni çıxanda mənfi 6. Y bərabərdir mənfi 3 alınacaq. Bizdən x çıxılsın y istəyir. 2 çıxılsın mənfi 3. Cavab olacaq 5. Tərəfləri 4 və 6 olan paralelogramın perimetri tərəfi A olan romun perimetrinə bərabər olarsa A-nı tapın. Deyək ki, bu bizim paralelogram. Tərəfləri 4 və 6'dır. Onda P bərabərdir 2 vur 4 plus 6, yəni olacaq 20. Bir romda verilib bizə. Bu romun tərəfləri A'dır. P bərabər olacaq nəyə? 4A'ya. Və perimetrləri bərabərdir. Yəni 4A bərabərdir 20'yə. A bərabərdir neçə olacaq? 5 olacaq. 48-ci sualda ifadəsinin qiymətini tapın. Demək, birinci 2026'nın kvadratı çıxı 2025'in kvadratı. Kvadratlar fərqi kimi yazırıq. 2026 çıx 2025 vurulsun 2026 üstə gəl 2025 bölünsün aşağıda da 4051 üstə gəl ikincində 2025 çıx 2024 2025 üstə gəl 2024 aşağıda da 4019 4049 2026'nın ise 2025 gələndə 4051 eləyəcək. Bunlar ixtisar getdi. 2026'dan 2025 çıxanda qalır 1 plus 2025'in üstündə 2024 gələndə 2049 eləyir. Bu da bundan ixtisar getdi. 2025'dən 2024 çıxanda bu da 1 eləyir. Bərabərdir 2 alınacaq. 49-cu sualda M bərabərdir 0,25. Yəni M 4'də 1'ə bərabərdir. 4'də 1. 256 üstü 256 üstü olacaq neçə? 4'də 3. Üstə gəl 4 üstü mənfi 2'də 1. Mənfi 2m'dir. Yəni vuranda 2'də 1 alınacaq. Bərabərdir. Bu nə deməkdir? Kök altda 4-cü dərəcədən 256 üstü 3 deməkdir. Üstə gəl 1 bölünsün kök altda 4 deməkdir bu da. Bərabərdir.
4-cü dərəcədən 256-dan neçə çıxır? 4 çıxır. Yəni olacaq 4-ün kubu üstəgəl bu da olacaq 1/2, yəni 0,5. 4-ün kubu eləyir 64, üstünə gəldə 0,5 olur 64,5. 50-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə AT toxunan, AD isə kəsəndir. AC bərabərdir 4, CD bərabərdir 5 olarsa AT-ni tapın. AT-yə bir x deyək. Onda x kvadratı bərabərdir 4 vurulsun 4 plus 5. X kvadratı bərabərdir 4 vur 9, 36 edir. X bərabərdir 6 alınacaq. Demək, x bərabərdir 6. Bu bizim AT-miz olacaq. 51-ci sualda ifadəsinin qiymətini tapın. Biz A-ya 3x deyək, B-yə 5x deyək. Gətirib yerinə yazaq. B bölünsün. Yəni 5x bölünsün B-miz 5x çıxılsın A-mız 3x. Bərabərdir. 5x bölünsün 2x. X-larımız gedir, qalır 2,5. 52-ci sualda ABCD romunda bucaq A və bucaq C verilib. A və C verilibsə bunlar bərabərdir bir-birinə. Bizdən ABD-ni istəyir. Aha. Burada romdan söhbət gedir. Demək, 3x çıxılsın 10 bərabərdir 2x plus 10. 3x çıxılsın 2x bərabərdir 10 plus 10. X bərabərdir neçə alınır? 20. Gəlin də A-nı tapaq. Bucaq A bərabərdir 3x çıxılsın 10. Yəni 3 vur 20 çıxılsın 10. Neçə olacaq? 60-dan 10 çıxanda 50 qalacaq. Bu bucaq A-mız və ya C-mizdir. İndi bucaq B-ni tapaq. ABD-ni istəyir bizdən. Bucaq B bərabərdir nəyə? Bucaq B bərabərdir 180 çıxılsın 50 bərabərdir 130 olacaq. Onda bucaq ABD biz bilirik ki, romda diagonal həm də nədir? Tənböləndir. Yəni bucağın tənbölənidir. ABD bərabər olacaq 130 böl 2 65 dərəcə olacaq. ABC düzbucaqlı üçbucağının AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Bucaq ACB 90 dərəcə. AB bərabərdir 12. AB bərabərdir 11. BC bərabərdir. Bax, verilənləri yazaq. AB-miz 11. BC-miz kökdə 21. AD-miz 8. Olarsa BD-ni tap. BD-yə bir BD-ni tap. BD olsun X. X-dən əvvəl DC-ni tapaq. Bu olsun heç bir şey olmasın bu. Bir şey olmasın. Biz onda belə eləyək. Əvvəlcə AC tərəfini tapaq. AC bərabərdir nəyə? AC bərabər kök altda 11-in kvadratı çıxılsın kökdə 21-in kvadratı. 121 kök altda 121 çıxılsın 21. Oldu neçə? Oldu kök altda 100. Bu da oldu 10. Yəni AC-miz nəyə bərabərdir? 10. AC 10-dursa DC olacaq neçə? 2. Onda x bərabərdir kök altda 2-nin kvadratı üstəgəl kök altda 21-in kvadratı. Bu da olacaq kök altda 4 plus 21 kök altda 25 deməkdir. Bu da olacaq 5. X-imiz olacaq 5. Cəmi 77 olan 3 ədədin ikinci ədəd birincidən 3 dəfə böyük. Yəni 1, 2 və 3-cü ədədlərimiz verilib. Deyir ki, ikinci ədəd birincidən 3 dəfə böyük. Yəni birinci x-dırsa, ikinci olacaq 3x. Üçüncündən isə ikinci ədəd üçüncündən 7 vahid kiçikdir. Yəni ikinci ədəd birincindən, ikinci ədəddən söhbət gedir. İkinci üçüncündən 7 vahid kiçikdir. Onda üçüncü olacaq 3x plus 7. Bu ədədlərin hasilini tap. Əvvəlcə bu ədədləri tapaq. Bunların üçünün cəmi nə qədərdir? Bunların üçünün cəmi 77. Toplasaq əgər x plus 3x plus
3x plus 7 bərabərdir 77. Deməli, burada alınır 7x bərabərdir 77-dən 7 çıxır 70. X bərabərdir 10 alınır. X bərabərdir 10. Birinci ədədimiz oldu 10. İkinci ədədimiz olacaq 30. Üçüncü ədədimiz olacaq neçə? Üçüncü ədədimiz olacaq 30 plus 7, 37. Hə, bu ədədlərin hasilini istəyir. 37 vur 30 vur 10 bərabərdir. Deməli, 3 7-nin 21, 3 üçün 9, 11. 2 0 da atırıq bura. 11.100 alınacaq. 55-ci sualda A, B və C çoxluqları ilk 120 natural ədəddən uyğun olaraq 3, 4, 5-ə qalıqsız bölünən natural ədədlər çoxluğu olarsa, ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. Ştrixlənmiş hissə hansıdır? Deməli, A-mız oldu 3-ə bölünən ədədlər, B-miz oldu 4-ə bölünən, C-miz oldu 5-ə bölünən ədədlər. Ştrixlənmiş hissə həm 3-ə, həm 4-ə bölünən ədədlər. Həm 3-ə, həm 4-ə bölünən ədədlər hansılardır? Yəni 12-yə bölünən ədədlər istəyir bizdən. Birdən ilk 120 natural ədəd içində 12-yə bölünənlərin sayını tapmaq üçün nə edirik? 100 ən böyüyündən, yəni 120-dən çıxırıq ən kiçiyin 12-ni, bölürük 12-yə, üstünə gəlirik 1. Hər ikisi daxildirsə, üstünə 1 gəlirik. 108 böl 12 bərabər, üstə gəl 1 bərabərdir. 9 üstə gəl 1 bərabərdir 10 alınacaq. Bu qədər, hər kəsə uğurlar.